İmam Həsən əleyhissalam can verəndə ağlayırdı. Eşitməli sözlərdir bunlar. Dedilər ki, Yəbnə Resulullah, siz niyə ağlayırsınız? Siz ki, 20 dəfə piyada həccə getmişsiniz, 3 dəfə malınızı... Onlar İmam Həsəni tanımırdılar. Elə bilirlər ki, İmam Həsənin fəziləti bunlardır, bu şeylərdir. Yəni, həccə getmişsən falan. Hər halda, siz də yəni Allahın hüccəti sizdə belə demək lazım. İndi bunlar belə mərifətləri çatmırdı, belə etsinlər. Və siz niyə ağlayırsınız? Dedi ki, əbki li xisləteyn, 2 şeyə görə ağlayıram. Li firaqil əhibba, dostlardan ayrılıram. Bir-birimizə baxanda, dostlar bir-birinə burada, qədrinizi bilin, çünki biz ayrılacaq bir-birimizdən. Hamıya baxanda desin, onda mehriban olacaq. Bir gün bu mənim ya mən olmayacam, ya bu. Düzdür, sonra görüşəcəm, bir müddət ayrılacaq. Bir-birimizin qədrini bilək. Deyir, dostlardan ayrılıram bir. İkincisi, və havlil muttəli'. Və bu havlil muttəli' sözünü yadda saxlayın. Bu bir termindir. Havlil muttəli'. Havlil muttəli' nədir? Muttəli' sözü ittila sözündəndir. İttila yəni məlumat. İttila budur. Havlil muttəli' yəni indi mən belə deyək də, pərdələrin çəkildiyi bir aləmə gedəcəm. Həqiqətlər mənə kəşf olacaq. Birdən-birə mən fərqli bir aləmin həqiqətləri ilə rastlaşacağam. Onun qorxusu var. Yəni Allahın huzuruna daxil olmaq qorxusu. Qəribə bir aləmdir. Hərəsinin öz işi var, dəqiq nizam, intizam, mələklər, əməllərdən danışılır, başqa bir aləm, hicablar çəkilir, hər şey olduğu kimi zuhur eləyir. Buna deyirlər havl-i muttəli.